Bazar günlərinin birində axşamüstü molla şəhərdən kəndə gəlmək istəyir. Kəndlilərindən 8 nəfəri öz eşşəklərini ona tapşırırlar ki, Molla, bizim eşşəkləri də apar kəndə. Biz bu gecə şəhərdə qalmalı oluruq. Nə olar, apararam. Molla sayıb görür ki, öz eşşəyi ilə bərabər 9 eşşəkdir. Öz eşşəyinə minir, o bir eşşəkləri də qabağına salıb düzəlir yola. Yolun bir yarısında eşşəkləri sayıb gözdən keçirmək istəyir, bir dəfə sayır, 2 dəfə sayır, baxır ki, eşşək 8-dir. Boy, bəs bunun biri nə oldu? Çar-naçar eşşəkdən düşüb başlayır itən eşşəyi axtarmağa. Nə qədər axtarırsa tapa bilmir. Axırda yorulub otlayan eşşəklərin yanına qayıdır. Sayır, Hara getdi bu eşşək? Qoy bir də sayım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9... Tapıldı. molla arxayınlayır, yenə də öz eşşəyinə minib düzəlir yola. Biraz gedəndən sonra bir də sayır. Görür yenə eşşək oldu 8. Yenə düşür yerə, biraz o yana bu yana baxandan sonra bir də sayır. Görür yox, 9-dur. Lap kəndə çata-çatda bir də sayır. Görür 8-dir. Acıqdan kişini ağlamaq tutur. Bu halda bir uşaq çıxır onun qabağına ki, Molla əmi, niyə ağlayırsan? Ay bala, 9 eşşəyim var idi. İndi biri itib qalıb 8. uşaq eşşəkləri sayıb deyir. Ay Molla əmi, 9'dur ki. Molla bir də sayıb deyir. Hanı? 8'di də? Molla əmi, bəs öz mindiyini saymırsan? Molla ancaq indi məsələni başa düşüb deyir. Ədə, bu zəmanə uşaqları nə yaman olublar,